yəni müasir Azərbaycan ədəbiyyatının yəni yazarları, şairlərin, yəni ədiblərin əsərlərini oxumuram, amma yəni həyat təsadüf nəticəsində həqiqətən yolum düşdü 28 maydan, orada keçiddə bu kitabı əldə elədim. Həqiqətən oxumağa dəyər bir kitabdır. Yəni vaxtım maraqlandım ki, yəni yazar da gənc bir müəllifdir, ədibdir. Abışov Rizvan Fikrətoğlu, yəni 500-ə yaxın hekayəsi var, yəni bir hekayələrin müəllifidir, plus ayaq səsləri, povest adlı gözəl bir kitab çıxarıb. Kitabın həm annotasiyası gözəldir, həm epiloq hissəsi gözəldir və çox yəni maraqlı hissələr, yəni diqqətimi özünə çəkdi. Yəni mən bu yazarı, müəllifi tanımasam da həqiqətən yəni onun iç dünyasını, onun fikirlərini, düşüncəsini bu əsərdə vasitəsilə yəni çox dərindən dərk elədim və yəni hər birinizə bu kitabı alıb oxumağı tövsiyə edirəm. Çünki çox gözəl, yəni axıcı bir dəst xətti var, sujeti var. Yəni gözəl yəni şəkildə fikirlər izah olunur. Məsələn, burada axırda epiloq hissəsində var, itirdiyi həyatın hər mərhələsində itirdik. Hissə-hissə, az-az, aram-aram, qram-qram itirdik. Xeyrin hansı tərəfdə olmasını bilmək istəmədik. İşıq gələn tərəflə itirən tərəfi qarışdırdıq. Qaçan da, qovan da Allahın çağırdığı kimi. Yəni burada çox maraqlı bir nüansa toxunub, yəni publisist ki, yəni o itirər karvan keçər məsələn deyir. Bir dəfə olmadı, hürən itlər o qədər karvanın yolunu dəyişdi ki, çox gözəl həqiqətən yəni əsər nümunəsi ərsəyə gətirib. Mən həqiqətən şəxsən tanımasam da, yəni müəllimi Rizvan müəllimi, Rizvan Fikrətoğlunu yəni təqdir edirəm, təbrik edirəm belə gözəl əsəri, povesti, yəni oxucularla nə deyirlər, bölüşdüyü üçün, yazdığı üçün və hər birinizə də bu gözəl povesti alıb oxumağı tövsiyə edirəm.